Texnologiya artıq həyatımızın demək olar ki, hər yerindədir. Yaxşı, bəs sevginin bu ən böyük təntənəsi olan toylar? Gəlin birlikdə baxaq görək, hə deməyin bütün yolu. Yəni, evlilik təklifindən tutmuş, o son təşəkkür kartına qədər necə tamamilə rəqəmsal bir inqilaba uğrayır. Mükəmməl bir toy planlaşdırmaq. Yəqin ki, bu cümləni eşidən kimi çoxunuzun ürəyi sıxılır, elə deyilmi? Qonaq siyahıları, məkan seçimi, dəvətnamələr, bütün bunlar sanki bitib tükənməyən bir işlər siyahısıdır. Yaxşı, bəs bütün bu xaosun içində texnologiya bizə necə kömək edə bilər? Bu prosesi necə daha rahat, daha idarə olunan bir şeyə çevirə bilər? Bəli, rəqəmsal alətlər, bizim gündəlik onlayn vərdişlərimiz bütün toy sənayesinin demək olar ki, qaydalarını yenidən yazır. Və bilin ki, bu sadəcə müvəqqəti bir trend deyil, bu bütün oyunun özünün kökündən dəyişməsidir. Bir düşünün. İndiki cütlüklər toy planlaşdırmasına başlayanda artıq valideynlərinin köhnə toy albomlarını vərəqləmirlər. Yox, onlar instinktiv olaraq birbaşa telefonlarını əl atır, Pinterestdə, Instagrama girirlər, hər şey sözün əsl mənasında bir neçə kliklə başlayır. Yaxşı, bəs şirkətlər, toy biznesləri bu yeni texnologiyaya bağlı nəslə özlərini necə çatdırırlar? Gəlin indi sosial mediadan necə ağıllı istifadə edib uğur qazanan real bir nümunəyə baxaq. Baxın, bu İndoneziyadan olan AB Management'dir və onların Instagramda düz 124 min izləyicisi var. İndi düşünün, bu rəqəm təkcə bir populyarlıq göstəricisi deyil axı. Bu 124 min potensial müştəri deməkdir. Onların sirri çox sadədir. Müştəriləri haradadırsa, onlar da oradadılar. Yəni Instagramda. Profillərinə bir göz atanda dərhal o nizam-intizam, o peşəkarlıq diqqəti cəlb edir. Görürsünüzmü? Bu sadəcə ora-bura atılmış təsadüfi şəkillər toplusu deyil. Əsla. Hər bir post, hər bir rəng seçimi, hər bir story bir-birini o qədər gözəl tamamlayır ki, sanki cütlüklərə vahid mükəmməl bir hekayə danışırlar. Bu, marketinqin əsl qızıl qaydasıdır. Hər şey bir-biri ilə uyğun və əlaqəli olmalıdır. Bəs onların uğurunun sirri nədir? Təkcə gözəl şəkillər paylaşmaqmı? Xeyr. Onların strategiyası əslində 4 möhkəm sütun üzərində qurulub. Baxın, birincisi portfolio ilə etibar qazanırlar. Yəni biz bu işi bacarırıq deyirlər. İkincisi tanıtımla birbaşa satış edirlər. Üçüncüsü pərdə arxası görüntülər paylaşaraq o səmimiyyəti, o insani bağı yaradırlar. Və nəhayət dördüncüsü faydalı məsləhətlər verərək özlərini bu sahənin eksperti kimi təqdim edirlər. Yəni bu bir növ cütlükləri əlindən tutub ilham axtarışından, bəli biz sizlərlə işləmək istəyirik nöqtəsinə gətirən bir səyarətdir. Yaxşı, marketinq tərəfini anladıq. İndi gəlin biraz da cütlüklərin özlərinə fokuslanaq. Onlar bu böyük toy planlaşdırma xaosunu idarə etmək üçün hansı real, praktik alətlərdən istifadə edirlər? Deməli, bu toy veb-saytlarının əsas gücü nədir? Hər şeyi bir yerə toplaması. Təsəvvür edin, qonaq siyahıları, hədiyyə seçimləri, məkanın ünvanı, hər şey bir yerdə. Artıq o sonsuz, toy haradadır, saat neçədədir, nə hədiyyə alaq kimi mesajlara tək-tək cavab verməyə ehtiyac qalmır. Bütün məlumatlar sadəcə bir linkdə. Bu, sözün əsl mənasında cütlüklər üçün böyük bir baş ağrısından xilas olmaq deməkdir. Əlbəttə, bazarda Zolla, Dinot kimi nəhənglər var. Onlar çox şey təklif edirlər, amma adətən ödənişlidirlər. Amma baxın, Gestikon kimi yeni oyunçular, yeni startaplar bütün mənzərəni dəyişir. Onlar təkcə əsas xidmətləri pulsuz təklif etməklə qalmır, üstəlik QR kodla bütün qonaqların çəkdiyi şəkilləri avtomatik bir albuma yığmaq kimi çox maraqlı yeniliklər də gətirirlər. Və bu hələ harasıdır. Bu platformalar get-gedə daha da ağıllı olur. Yəni, artıq süni intellekt də işin içinə girir. O sizin zövqünüzü, büdcənizi, seçimlərinizi analiz edir və sanki sizin yerinizə düşünərək ən uyğun fotoqrafı, ən ideal dekor şirkətini tapır. Təsəvvür edirsiniz, saatlarla internetdə axtarış etməyə son. Yaxşı, indi bir anlıq hamının bildiyi o böyük ABŞ bazarından uzaqlaşaq. Gəlin diqqətimizi çox da gözlənilməyən, amma texnoloji sahədə sürətlə parlayan bir mərkəzə çevirək. 74. Bax, bu, Azərbaycanın qlobal startap ekosistemindəki yeridir. Və ən əsası, bu rəqəm ildən ilə yaxşılaşır, ölkə reytingdə yuxarı qalxır. Ölkə öz iqtisadiyyatını rəqəmsallaşdırdıqca, bu innovasiya dalğası təbii ki, toy sənayesindən də yan keçə bilməz. Nəticədə isə tamamilə yeni, məhz bizim üçün düşünülmüş yerli həllər ortaya çıxır. Və burada biz iki tamamilə fərqli modeli görürük. Bir tərəfdə Amerikanın o hər şey bir yerdə platformaları var.
Digər tərəfdə isə Azərbaycan modeli. Buradakı startaplar daha fərqli, daha fokuslu bir yol seçiblər. Onların fəlsəfəsi belədir: bir işi gör, amma onu elə gör ki, hamıdan yaxşı olsun. Buna ən yaxşı nümunə Dəvətnaməm onlayn kimi platformalardır. Onlar tam olaraq bizim, yəni yerli insanların vərdişlərinə uyğunlaşdırılıb. Dəvətnaməni bir kliklə birbaşa WhatsApp-dan göndərmək, gələn qonaqların sayını real vaxtda izləmək, hətta bütün qonaqların çəkdiyi şəkilləri bir yerdə toplamaq. Görürsünüz, bütün bunlar prosesi inanılmaz dərəcədə sadələşdirir və rahat edir. Yaxşı, bütün bu detallardan sonra gəlin biraz geri çəkilib daha böyük mənzərəyə baxaq. Bizi, yəni hashtag deməyin gələcəyini nə gözləyir? Əsas trendlər hansılardır? Əslində bütün sənaye hal-hazırda çox maraqlı bir gərginliyin mərkəzindədir. Bir tərəfdə süni intellektin inanılmaz effektivliyi və rahatlığı var. Digər tərəfdə isə bizim, yəni insanların o səmimiyyətə, o həqiqiliyə olan ehtiyacı. Bu əsas sualı ortaya çıxarır. Texnologiya toyları daha şəxsi, daha bizə aid bir şeyə çevirir, yoxsa əksinə, daha qeyri-şəxsi, daha standart bir hala gətirir? Bu sualın cavabı bəlkə də bu hamburger modelində gizlənir. Bu, insanla süni intellektin əməkdaşlığını çox sadə dildə izah edir. Baxın, üst çörək, yəni əsas ideya, kreativ vizyon insandan gəlir. İçlik, yəni o ağır məlumat əmalı tələb edən işləri süni intellekt görür. Amma alt çörək, yəni o son həlledici toxunuş, o emosional dərinlik, o səmimiyyət, bu yenə də insandan gəlməlidir. Bax, texnologiyadan istifadə edərək daha şəxsi toylar yaratmağın əsl formulu budur. Və bu güclü sitat bizi çox maraqlı bir paradoksa gətirib çıxarır. Tədbirləri saxtalaşdırmaq mümkün deyil. Yəni, həyatımız nə qədər çox onlayn, nə qədər çox rəqəmsal olursa, o real, o filtrlənməmiş, canlı anların dəyəri də bir o qədər artır. Axı düşünün, heç bir alqoritm, heç bir proqram o toyda yaşanan səmimi bir gülüşü, dostunuzla möhkəm bir qucaqlaşmanı, valideynlərinizin sevinç gözyaşlarını əvəz edə bilməz. Əslində, texnologiyanın bütün bu prosesdəki əsas məqsədi də elə bu olmalıdır. Bizə vaxt qazandırmaq. O texnici, yorucu işləri bizim əvəzimizə görmək ki, biz də bütün enerjimizi məhz bu təkrarsız, bu əvəz olunmaz anları yaşamağa sərf edə bilək. Və beləliklə, söhbətimizi cavabından daha çox, özü düşündürücü olan bir sualla yekunlaşdıraq. Texnologiya planlaşdırmanın o ağır, logistik yükünü bizim çiyinlərimizdən götürdükcə, biz bu qazandığımız vaxtdan, bu azadlıqdan istifadə edərək daha səmimi, daha fərdi, daha unikal toylar yaradacağıq. Yoxsa bu asanlıq bizi biraz tənbəlləşdirəcək və sonda bütün toylar bir-birinin eynisi olacaq? Bu sualın cavabı deyəsən hələ gələcəkdədir.